17-ci əsrin 60-cı illərində Azərbaycanda ümumi vəziyyət xalqın əleyhinə dəyişirdi. 1666-cı ildə Şah II Səfinin taxta çıxması bu prosesi daha da sürətləndirdi. Hakimiyyətinin ilk illərində Şamaxıda baş verən böyük zəlzələ, ölkə ərazisində yayılan xəstəliklər və Stepan Razinin Abşerona talançı yürüşü münəcciblər tərəfindən onun hakimiyyətə düzgün gündə gəlməməsi ilə əlaqələndirildi. Bu səbəblə Şah II Səfi 1668-ci ilin mart ayında Şah Süleyman adı ilə ikinci dəfə taxta çıxdı. Amma zaman keçdikcə məlum oldu ki, ölkənin böhranlı vəziyyətinin birbaşa səbəbi şah və vəzirlərinin öhdəliklərini yerinə yetirməmələri və vaxtlarını əyləncə məclislərində keçirmələri ilə əlaqədar idi. Qadınlara və içki məclislərinə bağlı olan şahın saray və hərəm xərclərinin artması, ölkədə vergi yığan məmurların özbaşınalığı xalqın vəziyyətini dözülməz edirdi. Bütün bunlar Səfəvi dövlətinin iqtisadi və siyasi cəhətdən zəifləməsinə səbəb oldu. 1694-cü ildə şahın vəfatından sonra taxta çıxan Şah Sultan Hüseynin dövründə də dəyişən heç nə olmadı. Yeni şah faktiki olaraq vəzirlərin əlində oyuncağa çevrildi. Radikal şiə ruhanilər də mərkəzin zəifləməsindən istifadə edib var dövlətlərini artıraraq sünnilər, xristianlar və zərdüştlərə qarşı təqiblərə başladılar. Bütün bunlar təbii olaraq sünnilər yaşayan bölgələrdə xalqın etirazı ilə nəticələnirdi. 1717-ci ildə Səfəvi dövlətinin zəifləməsindən istifadə edən Oman əmiri Sultan İbn Saif Səfəvilərə aid Bəhreyn adasını ələ keçirdi. Bunun ardınca Bəluclar ölkənin cənub vilayətlərinə hücumlar edib bölgəni talan etdilər. 1720-ci ildə Xorasanda Malik Mahmud Şah hakimiyyətindən rəsmən imtina edib mərkəzi Məşəd olan müstəqil hakimlik yaratdı. Qəndaharda Mirveysin başçılığı ilə başlanan üsyan sonralar bölgənin Əfqanlar tərəfindən müstəqil idarə edilməsi ilə nəticələndi. Bu üsyanda Babur şahı Övrəngzib də Əfqanları dəstəklədi. (1721-ci ildə Şirvanda Hacı Davudun başçılığı ilə üsyan başladı. Onlar Şamaxıya hücum edib, burada yaşayan 4 meşiyəni qətl etdilər. Hadisələr zamanı Rus tacirlərinə də böyük zərər dəydi. Rus Sarı 1. Pyotr Azərbaycanda baş verən hadisələri öyrənmək üçün Volunskini buraya göndərib ondan hesabat istədi. Eyni ilə Osmanlı dövləti də vəziyyəti öyrənmək üçün Durri Əfəndini Tehrana göndərdi. Onlar baş verənlərlə bağlı hökmdarlarına məlumatlar verib Azərbaycanı ələ keçirməyin zamanı gəldiyini bildirdilər. 1722-ci ildə Qəndaharda hakimiyyəti ələ alan Afqanlar Mahmudun başçılığı ilə paytaxta doğru irəlilədilər. Yol boyu Səfəvi dəstələrini məğlub edən üsyançılar İsfahana gəlib çatdılar. Şah 50 minlik nizami ordu ilə onları İsfahan yaxınlığındakı Gülnabadda qarşıladı. Ancaq döyüş qabiliyyətini itirən ordu Əfqanlar qarşısında rüsvayçı məğlubiyyətə uğrayıb İsfahana geri çəkildilər. Səfəvi şahı oğlu Şəhzadə Təhmasibi ordu yığmaq üçün Azərbaycana göndərdi. Özü isə İsfahanın müdafiəsi ilə məşğul oldu. Əfqanlar şəhəri ələ keçirə bilməsələr də 8 ay mühasirədə saxladılar. Şəhərdə azlıq və qıtlıq hökm sürdü. İnsanlar qida tapa bilmədikləri üçün şəhərdəki it və pişikləri öldürürdü. Vəziyyətin getdikcə pisləşdiyini görən şah təslim oldu. O Mahmudu şəxsən qarşılayıb tacını ona təqdim etdi. Mahmud özünü İran şahı elan edərək Şəhzadə Təhmasibin təqib edilib öldürülməsini tapşırdı. Təhmasib Mirzə də Qəzvindən yardım üçün Rusiya və Osmanlıya müraciətlər etdi. Ancaq hər iki dövlətin məqsədi yaranmış vəziyyətdən istifadə edib Azərbaycanı ələ keçirmək idi. Rus Sarı İsveçlə Nişdad sülh müqaviləsini bağlayıb diqqətini cənuba yönəltdi. Çar 1. Pyotr güya Şəhzadəyə yardım etmək məqsədi ilə Xəzəryanı vilayətlərə yürüşə başladı. O, Azərbaycan dilində yazdırdığı manifestdə əhaliyə səfər məqsədinin üsyançıları cəzalandırıb Səfəvi hakimiyyətini bərpa etmək olduğunu bildirdi. Ancaq Çarın əsl niyyəti Xəzəri Rus gölünə çevirib şərq-qərb ticarət yollarına nəzarəti ələ keçirmək idi.
Rus ordusu asanlıqla Dərbənddən Mazandarana qədər olan əraziləri nəzarətə götürdü. Baş verənlər qarşısında Osmanlı səssiz qala bilməzdi. Sultan 3-cü Əhməd qaçaq həyatı yaşayan Təhmasibə müharibə elan etdi. Osmanlı dövləti Şirvan üsyançılarına dəstək verib Hacı Davudu Şamaxı hakimi təyin etdi. 1723-1725-ci illərdə Osmanlılar Şərqi Gürcüstan, Sursəd, Marağa, Xoy, Naxçıvan, Ordubad, Təbriz, Gəncə, Ərdəbil və İranın qərb vilayətlərini zəbt etdilər. Ruslarla Osmanlının Azərbaycanda üz-üzə dayanmaları iki dövləti müharibə həddinə gətirdi. Ancaq yaranan gərginliyi Fransanın İstanbuldakı səfiri Markiz de Bonac aradan qaldırdı. O diplomatik məharətindən istifadə edib Azərbaycanın iki dövlət arasında bölünməsini rəsmi şəkildə təmin etdi. Çünki baş verəcək Osmanlı-Rusiya müharibəsi Şərqi Avropada Fransanın rəqiblərinin, xüsusilə Avstriyanın güclənməsinə səbəb olacaqdı. Bununla da 1724-cü ildə imzalanan İstanbul sülh müqaviləsi ilə Azərbaycanın Xəzəryanı vilayətləri Rusiya, qərb vilayətləri isə Osmanlı torpağı kimi tanındı. Sankt-Peterburq və İstanbulda zəngin vilayətlərin ələ keçirilməsi münasibətilə atəşfəşanlıq təşkil edildi. İsfahanda isə yeni İran şahı Mahmud Şah Sultan Hüseyni həbs edib bütün Səfəvi şahzadələrini və şəhərin görkəmli şəxslərini edam etdirdi. O bu qətllərdə şəxsən iştirak etdiyi üçün dərin sarsıntı keçirdi. Hətta Osmanlı sarayından ona etdiyi vəhşiliklərlə bağlı xəbərdarlıq edildi. Əfqanlar onun vəziyyətinin pisləşdiyini görüb qohumu Əşrəfi həbsdən çıxarıb özlərinə şah elan etdilər. Mahmud isə edam edildi. Əfqanlar ümumilikdə uğur qazansalar da bir-birləri ilə mübarizə aparırdılar. İsfahanda Gilzailər, Heratda isə Əbdalislər söz sahibi idilər. Bu iki tayfa da bir-birləri ilə İran taxtı uğrunda mübarizə aparırdı. Qəndaharda isə hakimiyyət öldürülən Əfqanlı Mahmudun qardaşı Hüseynə keçdi. Əşrəf şah hakimiyyəti ələ alandan sonra Şəhzadə Təhmasibin təqibinə başladı. Azərbaycanın itirilməsindən sonra Şəhzadə Tehran istiqamətində hərəkət etdi. Ancaq Əşrəf tərəfindən pusquya salındı və ordusu ağır məğlubiyyətə uğradı. Şəhzadə bir neçə tərəfdarı ilə birlikdə Mazandarana gəldi. Buranın idarəsi Səfəvi dövlətinin sütunlarından olan Qacar tayfasının görkəmli əmiri Fətəli xan Qacarın əlində idi. O Şəhzadəni qarşılayıb tabeliyini bildirdi. Dağılmış vəziyyətdə olan ölkəni yenidən dirçəltmək məsuliyyətini öz üzərinə götürdü. Ancaq bu yolda Səfəvi dövlətinin digər sütunu Əfşar tayfasının başçısı Nadir xan da Xorasanda mübarizə aparırdı. Əfşarlar Şah İsmailin hakimiyyəti illərində ölkənin şərq sərhədlərini müdafiə etmək üçün Azərbaycandan Xorasana köçürülmüşdü. Bu döyüşkən tayfa uzun illər ölkənin şərq sərhədlərini düşmən basqınlarından müdafiə etdi. Belə hücumların birində 16 yaşlı Nadir anası və qardaşı ilə birlikdə əsir düşür. 4 il burada saxlanılan Nadir anasını itirdi. Ancaq qardaşı ilə birlikdə əsirlikdən qurtulub yenidən Xorasana gələrək burada xidmətə başladı. Öz cəsurluğu ilə bölgədə ad salan gənc sərkərdə Səfəvilərin süqutu ərəfəsində Məlik Mahmuda qarşı Xorasanda mübarizəsini davam etdirirdi. 1722-ci ildə Şəhzadə Təhmasib özünü şah elan etdi. Ancaq onun hakimiyyəti yalnız Mazandaranla məhdudlaşırdı. Paytaxt İsfahan və İranın böyük hissəsi Əşrəfin nəzarətində idi. Özünü Fatih hesab edən Əşrəf Səfəvi dövləti sərhədlərini bərpa edib Azərbaycan və İranda Əfqanların idarəçiliyi altında güclü dövlət formalaşdırmağı planlayırdı. Bu səbəblə Osmanlı sarayına elçilərini göndərib İranda Şiə hakimiyyətini yıxıb sünni məzhəbli dövlət qurması ilə bağlı məlumat verdi. Osmanlını ələ keçirdiyi əraziləri sünni qardaşlarına təhvil verib onun hökumətini tanımağa dəvət etdi. Görünür yeni şah günümüzdə yaşayan bəzi insanlar kimi dövlətlər arası münasibətlərdə dinlərin və məzhəblərin həlledici rol oynadığına inanırdı. Əşrəfin tələblərinə cavab olaraq Əhməd Paşa ona məktub göndərib hakimiyyətinin qanuni olmadığını və həbsdə olan Səfəvi xanədanını azad edib dərhal taxta çıxarmasını tələb etdi. Əks halda ordusu ilə İsfahana gəlib bunu zor gücü ilə edəcəyini deyən Paşa Əfqanları hədələdi. Bu tələbdən sonra Əfqanların başçısı Əşrəf dövrün bütün qaydalarını ayaqlar altına alaraq Şah Sultan Hüseyni edam edib kəsilmiş başını Əhməd Paşaya göndərdi. Bu hadisə nəinki bölgədə, bütövlükdə dünya dövlətləri tərəfindən bir mənalı qarşılanmadı.
Səfəvi xanədanına mənsub türk hökmdarının başını qarşısında görən Osmanlı paşası dərhal Həmədandan çıxıb Əşrəf üzərinə hərəkət etdi. Əfqanlar siyasətdə və dövlət işlərində olduğu kimi döyüşdə də sərhəd tanımırdılar. Əşrəf Əhməd Paşanın öndə gedən qüvvələrini pusuya salıb Osmanlı axınlarının qarşısını aldı. Bundan sonra Azərbaycanı Osmanlı torpağı kimi tanıyıb müvəqqəti atəşkəsə nail oldu. Qərbdə Əfqanlarla Osmanlıların mübarizəsi şərqdə Şah Təhmasiblə Nadir xana güclənmək üçün lazımi şərait yaratdı. Səfəvi şahının vəhşicəsinə qətl edilməsi onlarda qisas hissinin güclənməsinə səbəb oldu. Nadir xanla Şah Təhmasib Xorasanda görüşüb güclərini birləşdirdi. Ancaq şahın yanında olan ordu başçısı Fətəli xan Qacarla Nadir xan Əfşar arasında münasibətlər getdikcə pisləşirdi. Onlar birlikdə Məşəddə hakimiyyətdə olan Məlik Mahmud üzərinə hərəkət etdilər. İlk həmlə uğursuz oldu. Məğlubiyyətin səbəbini Fətəli xanda görən Nadir xan şahı onun Məlik Mahmudla birlik olmasına inandırıb edam edilməsinə nail oldu. Şah Təhmasib Nadiri ordu başçısı təyin etdi. Nadir xan da adını Təhmasibqulu olaraq dəyişib şaha öz bağlılığını bildirdi. Səfəvi düşərgəsindəki vəziyyəti öyrənən Məlik Mahmud qalanı tərk edib Nadirə həmlə etsə də məğlub olub geri çəkildi. Nadir xan şəhəri mühasirəyə aldı. Məlik Mahmudun ordu komandanı Mir Məhəmməd şəhər qapılarını Səfəvi ordusuna açdı. Bununla da mərkəzi Məşhəd olan hakimlik süqut etdi. Xorasanda xanədanın hakimiyyəti bərpa edilsə də, bölgədə ayrı-ayrı vaxtlarda üsyanlar baş verdi. Hətta bir dönəm Səfəvi şahını Nadirin satqın olmasına inandırıb, onunla qarşı-qarşıya gəlməsinə nail olundu. Ancaq Nadir xan 3 il ərzində bütün problemləri həll edib, şahla münasibətləri nizama saldı. İndi onların qarşısında duran vəzifə Əfqanların ölkədən çıxarılması idi. Vəzirlər ilk səfərin Gilzayilər üzərinə edilməsi fikrini müdafiə etsələr də, ordu başçısı Nadir xan Əbdalislər üzərinə hərəkət etdi. Səfəvi ordusunu qarşılamaq üçün Allahyar xan hərəkətə keçdi. İki ordu Heratın şimal-qərbində Kafirqala adlanan yerdə üz-üzə dayandı. Nadir xan mərkəzə piyadaları yerləşdirib topçu birliyini ön xəttə düzdü. Sağ və sol cinahlara isə süvariləri yerləşdirdi. Özü isə xüsusi təlim görmüş dəstələri ilə birlikdə sağ cinahın arxasında dayandı. Əfqanlar isə ordunun ön hissəsində Zəmburək birliyini yerləşdirib 3 dəstəyə bölündülər. Onlara yardım üçün gələcək 4-cü dəstə hələ yolda idi. Uzun illər Səfəvi türkmən ordusunu məğlub edən Əfqanlar qələbələrinin daimi olacaqlarını düşünürdülər. Ancaq bu dəfə Səfəvi ordusunun idarəsi Əfşar tayfasının başçısı Nadirin əlində idi. O, Əfqanların özgüvəni qarşısında ordusundakı təşvişi sezirdi. Bu səbəblə irəli çıxıb Qızılbaş ordusunun tarixi zəfərləri və Quran ayələrinə istinad edərək təsirli nitq söylədi. Əskərlərini ruhlandıran Nadir Əfqanlardan fərqli olaraq sahib olduqları uzun mənzilli toplara atəş əmri verdi. Əfqanlı Allahyar ordusunun daha çox itki verməməsi üçün ümumi hücum əmri verdi. Səfəvi piyadaları gələn düşməni nizələrlə qarşıladı. Ancaq mərkəzə edilən hücum o qədər sürətli oldu ki, Qızılbaşlar nəzarəti itirdilər. Onlar çoxsaylı düşmən qarşısında məğlub olub geri çəkildilər. Mərkəzdə qələbə qazanan Allahyar ordusuna Nadirin dayandığı sağ cinaha irəliləməsini tapşırdı. O başa düşürdü ki, Nadiri məğlub etsə, döyüşün taleyi həll olacaq. Səfəvi sağ cinahı düşmənlərin dəstək qüvvələri qarşısında tab gətirə bilmirdi. Nadir xana geri çəkilmək təklifləri olsa da, o, döyüşçülərini hərb meydanında qoymayıb irəli atıldı. Səfəvi süvariləri Nadirin başçılığı ilə düşmən axınının qarşısını aldı. Geri çəkilən piyadalar Nadirin inadlı müqavimətini görüb sağ və sol cinahlara dəstək üçün yenidən döyüşə girdilər. Döyüşün taleyi Səfəvi ordusunun sağ cinahında həll olacaqdı. Nadir xan düşmənlə mübarizədə fəal iştirak edirdi. O, Əfqan sərkərdəsi ilə döyüşdə onun boynunu vurub əskərlərinin ruh yüksəkliyini təmin etdi. Nadirin qətiyyətli həmbəsini görən Allahyar ordusuna geri çəkilib əlavə dəstək qüvvələrlə birləşmək tapşırığı verdi.
Bununla da Əfqan ordusunun məğlub edilməzliyi təsəvvürü aradan qalxdı. Nadir xan döyüşün gedişatını dəyişsə də, başda əmisi olmaqla bir neçə yaxın silahdaşlarını itirdi. Özü isə ağır nizə yarası aldı. Ancaq baş verənlər onu yolundan döndərmədi. Geri çəkilən düşmən təqib edildi. Herata qədər Səfəvilərlə Əfqanlar arasında 4 dəfə qarşıdurma yaşandı. Bütün döyüşlərdə qələbə qazanan Nadir xan Herata gəldi. Allahyar xan və Əfqanlar sülh təklif etsələr də, Nadir onun özünün şəxsən gəlməsini tələb etdi. Çıxış yolu qalmayan Allahyar hüzura gəlib tabeliyini bildirdi. Nadirin təklifi ilə Təhmasib onu Herat hakimi təyin etdi. Əvəzində Gilzailərlə mübarizədə onun dəstəyi alınacaqdı. İran şahı Xorasanda baş verən hadisələr haqqında məlumat aldı. Bu zaman o, ölkənin şimal sərhədlərinə nəzarət üçün paytaxtı tərk etmişdi. Rəqiblərinin bir-birlərini zəiflətməsini gözləyən Əşrəf Xorasanı nəzarətə götürmək üçün hərəkətə keçdi. Nadir də ordusu ilə onları qarşılamaq üçün Heratdan ayrıldı.